Gürcü kralı 3-cü Georginin 1160-cı ildə Tamara adlı qızı anadan oldu. Həmin zamanlar Gürcü zədəganları 3-cü Georgiyə qarşı qiyama qalxmışdılar. Onlar onun qardaşı oğlu Demninin kral olmasını istəyirdilər. Tamara'nın atası Səlcüklərdən yardım alaraq qiyamı yatırdı və Demnini kör etdi. 3-cü Georgi 1178-ci ildə qızını özündən sonra kraliçe kimi irəli sürdü. 6 il Tamara atasına yardım etdi. O öləndən sonra 1184-cü ildə kraliçe oldu. Tamara 2 dəfə ərə getmişdi. Birinci əri Rus knyazı Yuri əyyaşlıq edirdi. Ona görə ondan boşandı. Tamara 2-ci dəfə Alan kralı David Saslana ərə getdi. 1213-cü ildə Tamara vəfat etdi.